صل على محمد السلام عليك يا رسول الله السلام عليك Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Bugün 11-ci İmam Həsən Əskəri əleyhissalamın viladət günüdür. Bu münasibətlə hər birinizi təbrik edirəm. Allah'a and verirəm bu günün ehtiramına edilən duaları inşallah qəbul etsin. İmam Həsən Əskəri əleyhissalamın tarixini, onun həyatını daha dəqiq başa düşmək üçün bir balaca müqəddiməyə ehtiyac var. Müqəddimə də bundan ibarətdir ki, bildiyimiz kimi imamət məsələsi hicrətin 11-ci əsrindən davam etmiş, ta İmam Həsən Əskəri əleyhissalamın şəhadətinə qədər davam etmişdir. Burada İmam Zaman əleyhissalamın artıq dövrəsi tamamilə başqa formada təhlil olunmalıdır. Hər bir halda 11 imamın yaşadığı dönəm müxtəlif mərhələlərə bölünə bilər. Bu mərhələlər müxtəlif cəhətlərə görə əsaslana dəyərləndirilə bilər. Bizim burada böldüyümüz dövrələr imamların fəaliyyətlərinə əsasəndir. Baxın, biz ilk dövrənin adını vilayət qoya bilərik. Bu dövrə tam olaraq İmam Əli, İmam Həsən, İmam Hüseyin əleyhissalamın vaxtında gerçəkləşmişdir. Yəni, bu üç imamın əsas fəaliyyət xətti İslam dünyasında vilayət məsələsini qabarıq formada, açıq formada müdafiə etmək, təqdim etməkdir. Bu dövrənin bir sıra xüsusiyyətləri var ki, mən onlara işarə etmirəm. İkinci dönəm İmam Səccad əleyhissalamın vaxtından İmam Rıza əleyhissalamın vaxtına əsasən təyin oluna bilər. Bu dövrə İslam elminin, İslam mədəniyyətinin təqdim olunmasıdır. Bu dövrənin əsas xüsusiyyəti bundan ibarətdir ki, bu dövrədə yer alan imamlar çalışmışdılar ki, İslamın müxtəlif sahələrini, nəinki bir sahəsini, müxtəlif sahələrini İslam dünyasına, yeni nəslə çatdırsınlar. Üçüncü dönəm İmam Cavad əleyhissalamın vaxtından İmam Həsən Əskəri əleyhissalamın vaxtına qədər davam edir. Bu dönəmi iki formada adlandıra bilərik. Bir, İslam dünyasını, məxsusən şiyyələri qeybət dönəminə, yəni İmam Zaman əleyhissalamın qeybətinə hazırlamaq və yaxud İslam dünyasını, məxsusən şiyyələri alimlərə müraciət etmək, ictihad məsələsini qabarıq şəkildə ifadə etmək dövrəsi də adlandıra bilərik. Məzmun etibarı ilə demək olar ki, hər ikisi eyni ola bilər. Hər halda İmam Həsən Əskəri əleyhissalam bu dövrənin ən başlıca rəhbərlərindən biridir. Yəni İmam Həsən Əskəri əleyhissalam bu dönəmdə, yəni öz vaxtında şiyyələri qeybət dönəminə hazırlayır və eyni zamanda imamlardan sonraki İmam Zaman əleyhissalam artıq insanların arasından qeybət çəkiləcək. İnsanların vəzifəsi dini məsələlər qarşısında nədir? Bunu hazırlamaq olmuşdur. Baxın əzizlər, bu saydığım dövrələr tam olaraq imamların fəaliyyətinə əsaslanır. Bu fəaliyyəti əgər biz istəsək, hər hansı bir tarixi kitabda görə bilmərik. Tarixi kitab ümumən tarixi cəhətdən imamların həyatına yanaşır. Lakin biz imamlardan nəql olunan hədislərin mövzusuna baxsaq, görürük ki, hansı imam tam olaraq hansı mövzunu qabarıq şəkildə çatdırmışdı. Yəni, hədisləri biz mövzulara əsasən bölsək, yəni İmam Əlidən hansı mövzular barəsində daha çox hədis gəlmişdi, İmam Həsən, İmam Hüseyin, ta İmam Həsən Əskəri əleyhissalama qədər nəql olunan hədisləri mövzulara əsasən bölsək, görərik ki, bəli, müəyyən bir dönəmdə imamlar müəyyən bir məsələnin üzərində tam olaraq təmərküz etmişdilər, mərkəzləşmişdilər və müəyyən dönəmdə başqa bir mövzunun üzərində. Hər bir halda İmam Cavad əleyhissalamın dönəmindən ta İmam Həsən Əskəri əleyhissalamın dönəminə əsasən nəql olunan hədislərə biz baxsaq, görürük ki, burada əsas məsələ şiyyələri alimlərə müraciət etmək
məsələsini aşılamışdır. Bu barədə bir hədis var İmam Həsən Əskəri əleyhissalamdan. Qısa olaraq onu siz əzizlərə təqdim edim. Hədisin əvvəli bundan ibarətdir ki, İmam Yahudiləri öz alimlərinə təqlid etdiyi üçün məzəmmət edir və Qurandan olan ayələri də istat gətirir öz sözünə. Yəni, Quran-ı Kərim Yahudiləri məzəmmət edir ki, niyə görə siz alimlərinizə təqlid etdiniz, onlar sizi öz dininizdən çəkindirdi, dini təhrif etdi. Bu sual yaranır İmam Həsən Əskərinin vaxtında olan şiyyələrdə. İmama deyir ki, ya imam, sən bir halda Yahudiləri təqlid etməkdə məzəmmət edirsən, amma bizə deyirsən ki, öz alimlərinizdən təqlid edin. Bu necə ola bilər? İmam başlayır açıqlamağa ki, onlarla sizin aranızda bir oxşar cəhət var, bir fərqli cəhət. Oxşar cəhət bundan ibarətdir ki, hər bir ümumi müqəllid, ümumi insan öz aliminə təqlid etməlidir. Yəni, bilməyən bilənə təqlid etməlidir. Bu, ümumi bir prinsipdir. Burada heç bir nə Yahudiyə məxsusdur, nə də müsəlmançılığa. Bu, müştərək, ümumi bir məsələdir. Amma fərq bundan ibarətdir ki, sizinlə onlar arasında fərq bundan ibarətdir ki, onlar gördülər ki, alimləri Tövratın əksinə də söz deyir, sakit qalırlar. Amma siz belə deyilsiniz. Sonra imam başlayır, hansı şəxsə təqlid etmək lazımdır, o məsələni vurğulayır. Hədis belədir ki, فَأَمَّا مَنْ قَانَ مِنَ الْفُقَهَا سَائِنًا لِنَفْسِ. Amma siz o fəqihlərdən təqlid etməlisiniz ki, bu xüsusiyyətlərə sahib olmalıdır. Bu xüsusiyyət, birinci xüsusiyyət bundan ibarətdir ki, həmən şəxs təqvaya sahib olmalıdır, öz nəfsini qorumalıdır. Hafizən li dini, öz dinini qorumağı bacarmalıdır. Allahın əmr etdiklərini tam olaraq qorumalıdır. Müxalifən ələl-həva, öz nəfsi istəklərinə qarşı çıxmağı bacarmalıdır. Mutiən li əmri mövlah, Allahın sözünə muti olmalıdır. Yalnız Allahın hökmlərini deməlidir. İmam bu 4 xüsusiyyəti sadaladıqdan sonra buyurur ki, fəlil əvam, avam insan, ümumi insanların boyundadır, vəzifədir ki, ən yuqəlliduhu, belə alimlərdən təqlid edirlər. İmam sonra buyurur ki, وَذَٰلِكَ لَا يَكُونَ إِلَّا بَعْزِ الْفُقَهَا فُقَهَا الْشِيَّ لَا جَمِيئَهُمْ. Bəli, bu sadaladığım xüsusiyyət bütün şiyə fəqihlərində tapılmaz. Yalnız bəzilərində belə bir xüsusiyyət ola bilər. Baxın, əzizlər, demək, Əhl-i Beyt əleyhissalam, məxsusən son imam, İmam Təqi əleyhissalam, İmam Hadi və İmam Həsən Əskəri əleyhissalam insanları özlərindən sonra kimə müraciət etməyi tələb edir şiyyələrdən? Alimlərə. Və özləri alimlərin də xüsusiyyətini sayır ki, siz hansı alimdən təqlid etməlisiniz? Demək, şiyyə məzhəbində təqlid məsələsi məxsusən son imamların şiyyələrə təqdim etdiyi bir prinsip olmuşdur. Buna görə də biz birinci imamlarda bu barədə hədisləri bir o qədər tapa bilmərik. Baxın, bu imamların, yəni son dövrənin söz olaraq göstərişi bundan ibarətdir ki, bəli, şiyyələr təqlid etməlidirlər müəyyən xüsusiyyətə sahib olan alimləri. Eyni zamanda biz onların əməllərinə baxanda da görürük ki, onlar bir o qədər şiyyələrin arasında olmamışdılar. Yəni, əməli olaraq da şiyyələri digər alimlərə müraciət etməyə tərbiyə edirdilər. Yəni, biz görürük ki, İmam Cavad əleyhissalamdan başlayaraq imamlar sanki cəmiyyətdən kənara çəkilir. Bu cəmiyyətdən kənara çəkilmək, dediyim kimi, həm insanları, şiyyələri qeybət dönəminə hazırlamaqdır və eyni zamanda artıq alimlərə tərəf getməyə dəvət idi. Ümidvaram, inşallah, İmam Həsən Əskəri əleyhissalamın mövludu hər birimizə inşallah mübarək olar. Onların bizim səadətimiz üçün, dünya və axirət səadətimiz üçün təyin etdiyi, buyurduğu yollara inşallah hər birimiz
əməl etmiş olarıq. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuh.